Üçüncü aylıq sınaq imtahanı 11-ci siniflər üçün. Gəlin bu sualların izahına baxaq uşaqlar. Birinci sual. Orta xətti 16, hündürlüyü 15 olan trapesiyanın sahəsini tapın. Trapesiyanın sahəsi A üstəgələk B bölü 2 vurulsun H. Yad elə birbaşa nə deyə bilərdik? Orta xətti vurulsun hündürlük. İndi orta xətti bizə veriblər 16, hündürlüyü də 15. Onda cavabımız olacaq 240. Birinci sualda cavabımız oldu B variantı. Keçirəm ikinci sualın izahına. İkinci sual. Deyir ki, mənfi 13 yüzdə AB həqiqi ədədinin kəsr hissəsi 0,72-dir. Mənfi 13 yüzdə AB ədədinin tam hissəsi nəyə bərabər idi uşaqlar? Tam hissəsi nəyə bərabərdir? Mənfi 14-ə. Demişdik ki, ədəddən soldakı ilk tam ədəd onun nə idi? Tam hissəsi. Kəsir hissəsi isə bərabərdir, şərtdə verib 0,72. Və bilirdim ki, ədədin özü tam hissəsi ilə kəsir hissəsinin cəmidir. Üstə gəlsin 0,72. Onda mənfi 13 AB bərabər olur mənfi 13 %28. Buradan görünür ki, A-mız nəyə bərabərdir? A-mız 2-yə, B-miz isə 8-ə bərabərdir. Şərtdə də bu ədədlərin hasilini istəyir. 2 vur 8-dən cavabımız oldu 16. Başa düşdüyümü? İkinci sualın cavabı oldu D variantı. Sonra keçirəm üçüncü suala. ABM üçbucağını B-in düz xətti boyunca qatladıqda A təpəsi N nöqtəsi ilə üst-üstə düşür. Demək uşaqlar, ABM üçbucağını BM düz xətti boyunca qatladıqda, əgər A təpəsi N təpəsi ilə üstə düşürsə, demək ki, bu bucaqlar bir-birinə bərabər olacaq. Onda buradakı AMB bucağı ilə BMN bucağı da bir-birinə bərabər olacaq. Beta yazıram. Həmçinin ABM-i bizə veriblər 30 dərəcə. Mən bura 30 dərəcə yazıramsa, onda MBN də olacaq 30 dərəcə. NMC'ni də 40 dərəcə veriblər. Bax, buranı 40 dərəcə veriblər. Bizdən də soruşurlar bucaq C-ni. Burada yazıram X. İlk öncə bu şeyə fikir verirsiniz. Beta 40. Bax, bunlar. Bir düz xət üzərindədir deyə bizə cəmini nə qədər verməlidir? 180. Onda yazaram ki, 2 beta bərabərdir 140 dərəcə. Beta buradan tapıldı 70 dərəcə. İnşallah betaya mən 70 dərəcə yazıramsa 30 dərəcə var, 70 dərəcə var. Alfanın qiyməti neçə dərəcə olar? 80. Yəni 30 üstəgəl 70 üstəgəl alfa 180-i verməlidir deyə. Onda alfa bərabər olur 80 dərəcə. Alfa 80 dərəcə yazıram. Həmçinin bu alfa bucağı MNC üçbucağı üçün xarici bucaq sayılır. Başa düşürsünüz nə danışıram? Alfa bucağı MNC üçbucağında xarici bucaqdır. Onda bu xarici bucaq, yəni 80 dərəcə bərabərdir ona qonşu olmayan bucaqların cəmi. 40 üstəgəlsin X. Buradan da X-imiz nəyə bərabər oldu? 40 dərəcəyə. Cavabımız A variantı. Başa düşdüyümü? Başa düşdük. Sonra keçək 4-cü suala uşaqlar. 4-cü sual. Tənliklər sistemindən XY sisteminin XY həlli üçün XY hasilini tapın. Uşaqlar, təbii ki, ilk öncə tərəf-tərəfə bunu toplayaram ki, buradan XY-lər getsin. Onda 5x bərabər olacaq 40-a, daha doğrusu 20-yə. Onda x-imiz nəyə bərabər oldu? 4-ə. İndi bu 4-ü gətirin birinci tənlikdə yerinə qoyun. Amma sadəcə burada yerinə qoyun uşaqlar. Bilirsiniz nəyə görə? 8 üstəgəl XY qalsın da orada. Çünki məndən XY soruşur. Cavab da nə alınır? -1. Aydın oldu mu? Ya da lap belə eləyə bilərdiniz. Bu 4-ü yerinə qoyanda hər ikisini də yerinə qoyun. Yəni 8 üstəgəlsin 4y bərabərdir 7. 4y nəyə bərabər oldu? -1-ə.
Onda y tapılır mənfi 4də 1. Bizdən x, y hasini soruşur. Yenə də 4 vurulsun mənfi 4də 1-ə görə. Cavabımız olacaq mənfi 1. Dördüncü sualda cavab oldu. Deməli, Y-bəndir. Aydın olurmu? Aydın olur. Keçirəm 5-ci sualımıza. 5-ci sual. Deyir, A və B çoxluqları üçün NA 12, A fərq B 5 və birləşməsi 15 olarsa, NB fərq A üstəgəl NB cəmini tapın. Nə iş görəcək aşağılar? Təbii ki, Venn diaqramını çəkəcəksiniz. Venn diaqramında NA 12-dir qeyd edirəm. NB bilinmir. Sonra A fərq B-ni 5 verib qeyd elədim. Uşaqlar 12-nin 5-i A fərq B-dədirsə, demək ki, 7-si hara düşür? Kəsişməsinə. Burada yazıram x. Həmçinin birləşməsini də veriblər bizə. Nə qədər verib? 15. Yazaram ki, 5 üstəgəl 7 üstəgəl x bərabər 15-dən. X bərabər oldu 3-ə. Bura 3 yazıram. Onda MB nəyə bərabər olar? Bu B-nin dairəsinə baxırsınız. B-nin dairəsi olacaq 10. Məndən soruşur, NB fərq A, yəni 3, üstəgəl NB, NB də 10-dur. Cavabımız nə oldu aşağılar? 13. 5-ci sualda cavab oldu C variantı. Çatdı mı? Çatdı. Davam edirik. 6-cı sual. Deyir, ABCD paralleqramının A bucağının tənböləni. Şöyle bir dənə paralleqram çəkirəm. Adlandırıram ABCD. A bucağının tənböləni BC tərəfini 2 və 3 cm-lik hissələrə bölür. Paralleqramın perimetrinin böyük qiymətini tapın. Deməli, bu A bucağının tənbölənini çəkdim. Tutaq ki, gəldi buranın Y nöqtəsində kəsdi. Uşaqlar, AY tənböləndirsə alfa alfa yazaram. Düzdürmü? Z tərfinə görə olarmı ki, mən burada nə yazım? Alfa. Onda görünür ki, AB ilə BY bir-birinə bərabər oldu. Çünki alfaları bərabərdir. İndi, qarşı tərəfi bölüb 2 və 3 cm-lik hissələrə. Onda AB-yə də yazaram 2. AB 2-dirsə, CD-yə də nə yazmalıyam? 2. BC 5-dirsə, AD-yə də nə yazıram? 5. İndi, bu halda bunun perimetri nə qədər olar? Toplayın perimetrini. 14. Uşaqlar, perimetrin böyük qiyməti soruşursa, demək ki, bunun bir kiçik bir böyük qiyməti var. Gəlin, digər halını da araşdıraq onda. Yenə də paralleqram çəkirəm. Yenə də enişləri görək uşaqlar. A, B, C, D. Mütləq 2 hala baxmalısınız. Buraya yazıram Y. İndi, bu dəfə, bura alfa, onda bura da alfadır. Bu dəfə 3 və 2-yə bölsün. Onda AB ilə BY bərabər olduğuna görə AB də 3 olacaq. AB 3-dür deyə CD də 3-dür. AD isə 5-dir. Bəs bu halda perimetr nəyə bərabərdir? Hamısının cəmini tapsaz olacaq 16. Bizdən perimetrin böyük qiymətini soruşur. Cavabımız oldu 16. 6-cı sualda cavab oldu D variantı. Başa düşdünüzmü? Mütləq 2 halı araşdırmalısınız. Növbəti gəlir 7-ci sualımız. 7-ci sual. Uşaqlar, bu kəsinin sürətinə şaxə üsulumuzu tətbiq eləsək, belə bir şey alarıq da. Toplayanda 2 vuranda mənfi 35, müsbət 7, mənfi 5. Aşağısı x çıx 5-in kvadratıdır. Vurulsun, x çıx 5 bölünsün. 2-ni də çıxartsam, x üstəgəlsin 7. Daha sonra x üstəgəl 7-lər ixtisar olunur. X çıx 5, x çıx 5, x çıx 5-in kvadrat tamamilə gedir. Sürətdə 1, məxrəcdə 2 qalır. Onda cavabımız oldu 2-də 1, yəni B variantı. Aydın oldu mu? Oldu. Sonra 8-ci suala baxırıq. 8-ci sual. Deməli, A üstəgəl B-ni kökdəyirəm ki, AB hasilini 3 veriblər və A kvadrat üstəgəl B kvadrat soruşulur. Yazıram ki, A kvadrat üstəgəl B kvadrat bərabərdir. A üstəgəl B-nin kvadrat çıxılsın 2AB. Xatırlayırsınızmı bu açılışı? Köməkçi açılış demişdik. Yerinə qiymətlərini qoysam.
A üstəgəl B-nin yerinə kökdə 22 qoyuram kvadratı. Çıxılsın 2 vurulsun AB. AB-miz nədir bəs? 3. Bununla bu gedir 22. Çıxılsın 6 bərabər oldu nəyə? 16-ya. 8-ci sualda cavabımız oldu D variantı. Çatırmı? Tamam. Davam edirik. 9 nömrəli sualımıza baxırıq. Deməli, deyir ki, B-nin həndəs silsiləsində B5 vurulsun B22, B5 vurulsun B22, həmçinin B10 vurulsun B17, həmçinin B8 vurulsun B19. Bu hasillər verilibsə, bu hasillər bir-birlərinə bərabərdir. Hansı qaydaya görə bərabərdir dedim bunlar. Çünki fikir versəz, hamısının indekslərinin toplamı bizə nə verir uşaqlar? 27. İndi birinci və ikincisinə görə x-in kvadratı üstəgəl 9x-i bərabər eləyirəm 12x üstəgəlsin 10-a. Yıxsam bir tərəfə x kvadrat çıxılsın 3x çıxılsın 10 bərabərdir 0. Düzdür maşallah. İndi buradan x-ləri tapsam v teriminə görə toplayanda müsbət 3 vuranda mənfi 10. Müsbət 5 ilə mənfi 2-dir. Məsələnin şərtində x-i müsbət verdiyinə görə bu mənfisini silirik. X-imiz nəyə bərabər oldu? 5-ə. İndi x-in yerinə 5 qoyuram birincisində. B5 vurulsun B22 bərabər olacaq onda. 5-in kvadrat üstəgəl 9 vur 5. 25 üstəgəl 45-dən cavabımız nə oldu? 70. Amma məndən soruşur B8 vurulsun B19-u. Uşaqlar bunun da qiyməti nə olar? 70. Çünki indekslərin cəmləri bərabərdir deyə hasilləri də bərabərdir. 9-cu sualda cavab oldu C variantı. Sonra gəlin 10-cu suala baxaq. 10-cu sualda bir AB və AC radiusu 9 olan çevrəyə toxunanlardır. Uşaqlar radius göstərirəmsə bunu toxunma nöqtəsinə çəkirəm və bura 90 dərəcə yazıram. Həmçinin o ilə C-ni birləşdirib 90 dərəcəni yazıram. BNC qövsünün uzunluğu 8 pidir. Baxın, bu qövsün uzunluğu 8 pidir. Qövsün uzunluq düsturunu xatırlayaq. Yəni bu 8 pi nəyə bərabər idi? Pi r alfa. Elə r-in yerinə 9 yazım. Pi vur 9 vurulsun alfa. Bölünsün 180. Buradan bu pi'lər getsin. 9 ilə 180 gedəndə qalar aşağıda 20 dərəcə. Alfa tapıldı nə qədər? 160 dərəcə. Uşaqlar, alfa dediyimiz çevrənin mərkəzi bucağıdır. Baxın, bura 160'dır. İndi, bura 160 olanda bu qarşı qövsü də 160 olar, razısınızmı? Və A bucağı ilə bu qövsün cəmi həmişə 180'i verməlidir. Onda yazaram ki, x üstəgəlsin 160 bərabərdir 180'dən. X-imiz nə qədər tapıldı uşaqlar? 20 dərəcə. Aydın oldu mu? Tamam. 11-ci sual. 11-ci sual. Məlum məsələdir ki, x kvadrat 9'un açılışını hamımız bilirik. Nə idi? X sıx 3 ilə x üstəgəl 3'dür. Bölünsün x sıx 3 kiçikdir 8'dən. İndi uşaqlar, mən x sıx 3'ləri aparıram, ixtisar eləyirəm. Amma bir şərtlə, gərək x nə olmasın? 3 olmasın. Çünki 3 olduğu halda məxrəc 0 olacaq. Yerdə qalır x üstəgəl 3 kiçikdir 8. X-imiz də kiçik oldu nədən? 5'dən. İndi mənə deyir ki, bu şərti ödəyən natural ədədlərin cəmini tapın. Uşaqlar, 5'dən kiçik natural ədədlər nə ilə başlayayım? 1, üstəgəl 2, üstəgəl normalda 3 yazmaq könlümdən keçir. Amma yaza bilmirəm. Demişik ki, 3 olmaz. 4, 5'in özünü də almır. Onda bunların cəmi bizə verəcək 7. Cavabımız oldu. Cavabımız oldu B variantı. Başa düşdüyümü? Başa düşdük. Növbəti gəlir 12 nömrəli sualımız. 0,2 dövrdə A ədədi ixtisar olunmayan kəsr olarsa A-nın qiymətlərinin cəmini tapın. Uşaqlar, bunun adi kəsrə çevrilməsini yazaq ilk öncə.
0,2 dövrdə A bərabər idi. 90-da 2A ədədi çıxılsın 2. Yuxarını açıram. 20 üstəgəl A çıx 2 bölünsün 90. Nə verdi yuxarısı? A üstəgəlsin 18 bölünsün 90. Bura qədər gəldim. İndi, əgər bunlar ixtisar olunmayacaqsa, onda A-nın yerinə elə bir qiymətlər qoymalıyam ki, elə bir rəqəmlər qoymalıyam ki, 90-dan qarşılıqlı sadə olsun. Başa düşürsünüzmü? Rəqəmlər normalda nədən başlayır aşağılar? Rəqəmlərimiz nədən başlayır? 0-dan. 0-ı yerinə qoysam, 18 böl 90. İxtisar olunur da, 18-in özünə. 1-i yerinə qoysam, məcbursuz rəqəm qoymağa, başqa yol yoxdur. Olmur. Yəni, ixtisara getmir. Onda demək ki, 1 mənim işimə yaradı. Sonra 2-ni qoysaq, 20 böl 90 ixtisar olunur. 3 qoysaq, 21 böl 90 ixtisar olunur. 4 qoysaq, 22 böl 90 2-yə gedir, olmaz. 5 qoysaq, 23 böl 90. Deməli, 5 də bizə lazımdır. 6 qoy, 7 qoy, 25 olmur. 8 qoy, 26 yenə ixtisar olunur. 9 qoy, ixtisar olunur. Demək ki, qiymətlərimiz sadəcə nəymiş? 1 və 5. Məndən də bunların cəmini istəyir. Cavabımız da oldu 6. 12-ci sualda cavab oldu Y variantı. Çatırmı danışdıqlarım? Tamam. İndi baxırıq 13-ə. 13-cü sual. Uşaqlar, 13-cü sualda belə bir qayda deyildi ki, çoxhədlinin vuruqlarından birini sıfıra çevirən ədəd çoxhədlinin özünü də sıfıra çevirir. Bu nə deməkdir uşaqlar? Bu dediyimdən hansı nəticəyə gəlirik? Bu nəticəyə gəlirik ki, x üstəgəl 2-ni sıfıra çevirən ədəd nə idi? Mənfi 2. Bu çoxhədlinin özünü də sıfıra çevirir. Əgər qalxsız bölünürsə, demək ki, bunu sıfıra çevirən ədəd bunu da sıfıra çevirəcək. Əgər qalıqla bölünsəydi, onda bunu sıfıra çevirən ədəd qalığa bərabər olurdu. Məsələn, burada desək ki, qalıqda məsəl üçün 8 alınır. Onda x-lərin yerinə mənfi 2 qoyub 8-ə bərabər eləyərdik. İndi qalxsız bölünür deyə sıfıra bərabər eləyəcəksiniz. Mənfi 2-ni qoy yerinə. Mənfi 2 üstü 4, 16. Üstə gəlinsin. Mənfi 2-ni qoysam 4c. Mənfi 2-ni qoysam mənfi 8. Çıx 2c bərabərdir 0. İndi uşaqlar 4c-dən 2c-ni çıxanda 2-si. 16-dan 8 çıxdım. Müsbət 8. Bərabər oldu 0. 2c bərabər oldu mənfi 8. C-nin özü oldu mənfi 4. 13-cü sualda cavabımız oldu B variantı. Çatır mı? Çatır. Davam edirik. 14 nömrəli sualımız. Deyir, AB 2 rəqəmli ədədi 5-ə, BA 2 rəqəmli ədədi isə 9-a bölünür. A vur B hasilini tapın. Diqqətiniz məndə olsun. Uşaqlar, AB 2 rəqəmli ədədi 5-ə bölünürsə, deməli B-nin mümkün qiymətləri ya 0-dır, ya da 5-dir. Amma BA 2 rəqəmli ədədi vardı ya bu misalda. BA 2 rəqəmli ədədi 0-la başlaya bilərmi? 0-la başlayan 2 rəqəmli ədəd yoxdur. Ona görə B-nin 0 olma halını kənarlaşdırıram. B-miz tapıldı 5. B-miz 5-dirsə, onda bu ədədimiz olacaq 5A 2 rəqəmli ədədi. İndi 5A 2 rəqəmli ədədi 9-a bölünürsə, rəqəmlərinin cəmi 9 olmalıydı. Və yaxud 9-a bölünən ədəd. Onda A nəyə bərabərdir? 4-ə. Məndən də istəyir AB hasilini. 4 vur 5-dən nəticə oldu 20. Çatır mı danışdıqlarım? Çatır. Davam edirik. 15-ci sual. Bir, ilk 3 həddinin cəmi 47 olan doğru tənasübün birinci həddi 3-cü həddinin 5-də 3-ünə, ikinci həddi 3-cünün 4-də 3-ünə bərabərdir. Bu tənasübün 4-cü həddini tapır. Deməli, nə iş görəcək uşaqlar? Özümüzdən bir dənə doğru tənasüb yazırıq. Məsələn, A bölü B bərabərdir C bölünsün D. Tutaq ki, doğru tənasübdür. İndi mənə deyir ki, ilk 3 həddinin cəmi, yəni nələr? Yəni nələr?
A, B, S. Bu cəm 47-dir. Sonra deyir ki, birinci hədd üçüncünün 5də 3-üdür. Yəni, A bərabərdir. 5də 3 vurulsun C. Həmçinin ikinci hədd üçüncünün 4də 3-üdür. B də bərabərdir. 4də 3 vurulsun C. İndi uşaqlar, bax bu aldığım qiymətləri gətirib burada yerinə qoyuram. Məqsədim C-ni tapmaqdır. Yerinə qoysam nə olacaq? 5də 3 C. Üstə gəlinsin 4də 3 C. Üstə gəlsə bərabərdir 47. Gəlin bunun hamısını 20-yə vuraq ki, burada nə olmasın? Kəsir olmasın. Birincisini 20-yə vursam, olacaq deməli 20-yə vururam. 20 ilə 5 gedir 4. 4 vur 3 vur C. 12 C. İkincisini 20-yə vuranda 15 C. Üstə gəl 20 C. Bərabərdir 47 vurulsun 20. Buradan 47 C bərabərdir 47 vurulsun 20. Onda bu 47'lər gedər. C'ni nə tapdınız uşaqlar? C'ni tapdınız 20. İndi gəlin A'nı B'ni tapaq. A'nı B'ni tapaq. Gətirib yerinə qoyuram. A'mız bərabər olacaq. Deməli 5də 3 vurulsun 20-dən 12. B'miz bərabər olacaq. 4də 3 vurulsun 20-dən 15. İndi bizə dördüncü əd lazımdır. Verilənləri yerinə qoysaz. A bölünsün B bərabər C böl D'də verilənləri yerinə qoyuram. A'nı neçə tapmışam? 12. B'ni neçə tapmışam? 15. C'ni 20. Bölünsün D. Qaydamız nə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 12 vurulsun D bərabərdir ortaların hasili. 15 vurulsun 20. Buradan 12 D'miz 300. D də bərabərdir 312'yə bölün. Cavab oldu 21. Sual əslində çətin sual deyil, amma uzun sualdır. Fikir versiz, həlli biraz vaxt aparır. Bu tənasübdür. Silsilənin burada nə işi var? Yox. Tənasübdə silsilənin nə işi var? Silin mi? Silin. 16-cı sual. Deməli, 8 vurulsun, modulda x çıx 4 qalsın, bərabərdir. Uşaqlar, bu modulun daxilindən nəyi çıxartmaq olar? 3'ü. 3'ü çıxartdım, qaldı mı modulda x çıx 4? Üstə gəlsin 30. İndi bunu verin bu tərəfə. 5 vurulsun, modulda x çıx 4, bərabər oldu 30. Onda modulda x çıx 4'ümüz bərabər oldu 6. Çətin deyil. İndi nəyin modulu 6'dır? Bir dəfə müsbət 6, bir dəfə də mənfi 6. Buradan x'imiz tapılır birincisinə görə 10, ikincisinə görə isə tapılır mənfi 2. Məndən də soruşur bu köklərin cəmini. Cavabımız nə qədər olacaq uşaqlar? 8. Çətindir? İxsa eləmədim. Sadəcə çıxdım. 8 dənə modulda x çıx 4'dən 3 dənə modulda x çıx 4'ü çıxdım. Elə ki 8 at çıxılsın 3 at. 17-ci sual gəlir. 17-ci sual imtahanın ən asan sualı idi. Deməli, belə bir qaydamız var ki, çevrəyə bir nöqtədən 2 toxunan çəkmək olar, ən çoxu və bu toxunanlar mütləq bir-birlərinə bərabərdir. İndi uşaqlar, D nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar nələrdir? DA, bir də DC. Məsələnin şərtində CD-ni 5 veribdirsə, onda mən DA-ya da 5 yaza bilərəm. Dedim, axı bunlar bir-birinə bərabərdir. Həmçinin D nöqtəsindən kiçik çevrəyə yenə 2 toxunan çəkilir. DC və DB toxunanları. Onda belə çıxır ki, DB-nin uzunluğu da nəyə bərabərdir? 5'ə. Və məndən istədiyi nədir uşaqlar? AB. 5 də gəl 5'dən cavabımız olacaq onun. Çox sadə. Növbət sualımız gəlir. 18. 18. Deyir ki, tənliyinin 2 müxtəlif müsbət kökü olarsa, uşaqlar, tənliyin 2 müxtəlif kökü varsa, ilk işin bu olacaq. Diskriminant böyükdür 0 eləmək.
Həmçinin kökləri müsbətdirsə, onda bu köklərin hasili necə ədəd olmalıdır uşaqlar? Sıfırdan böyük. Çünki müsbəti müsbətə vuranda müsbət eləyir. Deməli, müəyyənləşdirdim ki, A-mız nəymiş? Müsbət. İndi, bu kvadrat tənli üçün diskriminantı deyirsiniz mənə. B kvadrat 4AC-də 16 çıxılsın 4A. Böyükdür 0. Mənfi 4A böyükdür mənfi 16. A-mız da kiçik oldu nədən? 4-dən. Birincisinə görə A 4-dən kiçikdir, ikincisinə görə A 0-dan böyükdür. İndi A-mız hansı ədədlər arasında yerləşəcək? 0 ilə 4 arasında. 0-4 arasında olan tam həllərin cəmi 1, 2, 3-dür. Cəm də bizə verdi. Deməli, 6. Başa düşdüyümü? Bir kimi eləmiş olsam, cəmi 4-dür. Düzdürmü? İndi ora nələr yazacaqsan? Aha. Bir dənə olub. Görsən davamı gəlmiş. Başqa köklər də ola bilər. Demək ki, Viyetlə nəsə alınmır. Davam edirik. Sakit olun. Ətraflı yazı tələb edən tapşırıqlar. Deməli, AB parçası üzərində götürmüş C nöqtəsi. Baxın uşaqlar, AB parçası yazıram. Bunun üzərində götürülmüş C nöqtəsi. Onu A təpəsindən başlayaraq 7/9 nisbətində bölür. Yəni, bura 7K, bura nə yazıram? 9K. Parçanı hər iki tərəfdən 4 cm uzatsaq. Uşaqlar, buradan, bax bu parçanı 4 cm uzadıram. Tutaq ki, M nöqtəsinə gəldi. Onda bunu da uzadıram 4 cm. Bu da N nöqtəsinə gəldi. Uzatsaq, alınmış böyük parçanın yarısı 20 olarsa. Alınmış böyük parça, bunu qəbul eləsəm. Bunun yarısı 20 olarsa, yarısı 20-dirsə, tamamı nə qədər olar? 40. Onda gəlin bunların hamısını toplayaq. 40-a bərabər eləyək. 4 üstəgəl 7K, üstəgəl 9K, üstəgəl 4 bərabərdir 40. 16K'mız bərabər oldu. Nəyə? 32-yə. Elə bizdən də buranı soruşur da AB-ni deyəsən. AB-ni soruşur, cavabımız nə oldu? 32. Uşaqlar, burada ikinci bir hal da var. Alınmış böyük parça deyəndə biz C-dən N-ə qədər olan hissəni də götürə bilərik. Yəni, elə bir ki, nəyi götürə bilərik? 9K üstəgəl 4. Əgər bunun yarısı 20-dirsə, onda bunun özü 40-dır. 9K'mız 36. K özü nə qədər tapıldı? 4. Onda AB nəyə bərabər olar? Xeyr. 64. 16K'dır. Cavabımız nə olacaq? 64. Hər ikisini yazanı düz götürürəm uşaqlar. Yəni, ikisinə birini yazmışsa düz götürəcəm. Çünki bunun bu hissəsində biraz problem var. Alınmış böyük parça deyəndə, yəni C-dən N-ə mi, yoxsa M-dən N-ə mi? Bu biraz problemlidir. Testin özündə də elə bu formada düşmüşdü. Tamam. Davam edirik, diqqətiniz məndə olsun. Sakit olaq. Bir R radiuslu çevrə beton uzu S olan düzbucaqlı üçbucağın daxilinə çəkilmişdir. Uşaqlar, üçbucağın daxilinə çəkilmiş çevrənin radius düsturu. A üstəgəl B çıx S bölü 2 bərabərdir R deyil demək. Bunun hər tərəfini 2-yə vursam, A üstəgəlinsin B çıx S bərabər oldu 2-yə. Onda gəlin buradan A üstəgəl B-ni tapaq. Nə oldu aşağılar? 2R üstəgəlsin S. Bu yadımda qalsın. Sonra deyir ki, 2R, C və 13 ədədi silsilə əmələ gətirirsə. Uşaqlar, ədədi silsilə əmələ gətirirsə, belə bir qaydamız var idi. Birinci ədlə dördüncü ədin cəmi, ikinci ədlə üçüncü ədin cəminə bərabərdir. Yəni, bunu oxşuyur da. A2 üstəgəl A3, A1 üstəgəl A4 deyil mi aşağılar? Çünki aşağılarının toplamı 5-5 verir. Onda yazaram ki, R üstəgəlsin C bərabərdir 2 üstəgəl 13. Yəni nə? 15. Bu da yadımda qalsın. İndi məndən soruşur bu üçbucağın perimetrini. A üstəgəl B üstəgəl C soruşulur. Uşaqlar, A üstəgəl B-nin yerinə
perimetrini soruşur. A üstəgəl B-nin yerinə tapdığım bu 2R üstəgəl C-ni yazıram. Bir dənə də üstəgəlsin C var. Tapdım ki 2R üstəgəlsin 2C-dir. 2-ni də çıxart buradan mötərizə xaricinə. R üstəgəl C. R üstəgəl C-miz neçədir bəs? 15. Onda cavabımız olacaq 2 vur 15-dən 30. Çox gözəl sualdır. Ya da belə eləyə bilərsiniz. Oradan A1 2-dir, A4 13-dür. Hesablayıb D-ni taparsınız. Sonra R-i C-ni taparsınız. Onunla da alınır, sadəcə olaraq kəsrlərlə işləməli olursunuz. Sualınız varsa buyurun. İndi baxaram, görüm necə yazmışam. Görək. Görək. İndi baxırıq 21-ə. Deyir ki, BK 8 köşdə 2 olarsa, ABCD və YDFK kvadratlarının perimetrlərinin cəmini tapın. Uşaqlar, böyük kvadratın tərəfinə A deyirəmsə, onda diagonalı nə qədər olar? A kökdə 2. Kiçik kvadratın tərəfinə B deyirəmsə, onda bunun diagonalı nə qədər olar? B kökdə 2. Niyə diagonaldan danışdım uşaqlar? Çünki BK xəttinin üzərində hər iki kvadratın diagonalı var. Onda yazıram ki, A kökdə 2 üstə gəlinsin B kökdə 2 bərabərdir 8 kökdə 2. Hamısını kökdə 2-yə bölürəm. A üstə gəlsin B bərabər oldu 8. Bu yadımda qalsın. İndi məndən soruşur, hər iki kvadratın perimetrlərinin cəmidir. Birincisinin perimetri bizə nə verəcək? 4A. İkincisi 4B. 4-ü çıxartdım, qaldı A üstə gələk B. A üstə gəl B də 8-dir deyə nəticə nə oldu aşağılar? 32. Başa düşdüyümü? Başqa cür necə yazmışsınız ki? Hə, böyük kvadrat qurmuşsunuz. Hə, olar. Onda elə birbaşa A üstə gəl B-ləri tapırsınız. A üstə gəl B-ni və 8 tapırsınız. Olar. Qəbul eləyəcəm. 22. Uşaqlar, sizlə radikallar üsulu deyə bir üsul öyrəndik. Hatırlayırsınızsa. Və bu radikallar üsulunu tətbiq eləyəndə sizdən bir dənə xahişim oldu ki, elə eləyin ki, bunun bu əvvəlində nə dursun? 2. Ona görə bu 4-ü 2 vur 2 yazıb 2-nin biri kökün altına salın. Yəni 9 üstə gəlsin 2 kök altında 20. Üstə gəlinsin. İkincisini də eyni məntiqlə yenə bunu 2 vur 2 yazıb 2-nin birini kökün altına salıram. 9 çıxılsın 2 kök altında 20. İndi uşaqlar, bu 20-ni elə qruplar şəklində yazırdıq ki, toplayanda bizə nəyi versin? 9-u. Nə ilə nə? Özdə bir xahişimdə olmuşdu ki, həmişə birinci böyük vuruğu yazın. Böyük vuruğu yazın ki, sonra modul dərdiniz olmasın. İndi bu ədədləri tapandan sonra hər ikisini kökə salıb xaricdən kvadratını yazırdıq. Kökdə 5, üstə gəl kökdə 4-ün kvadratı. İkincisi nə oldu bəs? Kökdə 5 çıx, kökdə 4-ün kvadratı. Başa düşdünüz də? Siz onsuz da bunu muxtasarımat üstünə görə atsaz, elə 9 üstə gəl 4 kökdə 5 alacaqsınız. Daha sonra kvadratla kök gedir, kvadratla kök gedir. Birincisində qalır kökdə 5 üstə gəl kökdə 4, yəni 2. İkincisində qalır kökdə 5 çıx kökdə 4, yəni kökdə 5 çıxılsın 2. Buradan da bu 2'lər gedir. Yekun cavabımız oldu uşaqlar 2 kökdə 5. İndi bu ədədin tam hissəsini soruşur. Bu tip ədədlərin tam hissəsini də tapmaq üçün mütləq hamısını bir kökün altına yığırdınız. Yazıram kök altında 20. 2'ni kökün altına saldım. Daha sonra kökdə 20-dən təxmini nə çıxır uşaqlar? 4 tam nə qədərsə. Demək ki, bunun tam hissəsi 4'üymüş. Kəs hissəsini istəsəydi kökdə 20 olsun 4 yazardı. Satır mı? Satır. Bura qədər düz gələnlərə, bax bura qədər düz gələnlərə yarım bal verəcək. Bura qədər gəlmişsən. Bundan sonrasını yaza bilməmək əslində böyük bir
İndi sənə maraqlı bir şey deyim. Əgər sən bunun kəs hissəsini tapmırsansa, o tam hissəni tapmaqdan keçir. Başa düşdün nə demək istəyirəm? Yəni ədədin kəs hissəsini tapırsansa, birinci tamını tapırsan, sonra kəsirini. İndi tamını tapmamış kəs hissə tapmısansa, demək ki, nə eləmişsinizsə onu da eləyəcəyik. Yaxşımı? %23-ə baxırıq. 23. A və B məntəqələri aralarındakı məsafə 18 kilometrdir. Bu məntəqələrdən qarşı-qarşıya 30 metr/saniyə və 40 metr/saniyə sabit sürətlə iki avtomobil hərəkətə başladı. Neçə saniyə sonra onlar arasındakı məsafə 4 kilometr olar? Uşaqlar, ilk öncə belə bir şey deyim ki, gördüyüm bütün kilometrləri metrlərə çevirməliyəm. Minə vurmaqla. 18 kilometrimiz 18.000 metr idi. Həmçinin 4 kilometrimiz nə idi? 4000 metr. İndi belə bir dənə şəkil çəkək. Bu olsun A məntəqəsi. Buradan 30 sürətlə hərəkət edən var. Bu olsun B məntəqəsi. Buradan da 40 sürətlə hərəkət eləyir. Arandakı məsafə nə qədər idi demişdim? 18.000 metr. İndi mənə deyir ki, neçə saniyə sonra onlar arasındakı məsafə 4 kilometr olar? Uşaqlar, bunlar arasındakı məsafə 4 kilometr olarsa, demək ki, bax, bu arada bir yerdə 4 kilometr, yəni 4000 metr qalmalıdır. Onda T saniyə müddətində bu ikisi nə qədər yol getməlidir? 18.000-dən çıxıram nəyi? 4000-i. Qalır nə qədər? 14.000 metr. T saniyə ərzində 14.000 metr yol getməlidir. İndi birincisinin getdiyi yol nə qədər olar? 30 T. İkincisinin getdiyi yol 40 T. Bərabər oldu 14.000. Buradan 70 T'miz 14.000 metr oldu. Bəs T özü nə qədər olar aşağılar? 200 metr. Daha doğrusu 200 saniyə. Bax, bunlar yazmalısınız ki, sizə də tam bal verək. Buyurun. Biabırçılıq. Biabırçılıq. Elif xanım, nə gözləyirsiniz məndən? Heç nə. Nə yazın? İstəyirsən tam bal yazın. Amma düşmür. Yaxşı. İndi qulaq asın görüm uşaqlar. Qulaq asaq. Deyir, bülöv daşının böyük çevrəsinin radiusu 15, kiçik çevrəsinin radiusu 5 cm olarsa, onun bir dairəvi üzünün sahəsini tapın. Uşaqlar, bülöv daşı bu bax, bu hissədən ibarətdir. Burada nə deyirlər uşaqlar? Halqa. Halqanın sahəsini tapmaq üçün S halqa bərabər idi. Pi vurulsun böyük dairənin sahəsi. Yəni pi kvadratı. Çıxılsın kiçik dairənin sahəsi. Buradan da pi-ni çıxartsam mötərizə xaricinə. Böyük yer kvadrat çıx, kiçik yer kvadrat. Düzdürmü? Böyük yer və kiçik yerin də qiymətlərini yerinə qoysaz. Pi vurulsun 15-in kvadrat çıxaq 5-in kvadratı. Cavabımız olacaq. Pi vurulsun 225 çıxılsın 25. Cavab oldu 200 pi. Əksər uşaqlar pi-ni yazmayıb. Hamının balını kəsəcək. Pi yazılmalıdır. 200 başqa bir ədəddir. 200 pi ondan 3 dəfə, ən az 3 dəfə böyük olan ədəddir. Çatırmı uşaqlar? Sonra məndən izləyin. 200 başqa şeydir, 200 pi başqa şeydir. Buyur. Aha, eyni şeydir, olar. Olar, narahat olun. Nəhayət son sualımız. Əhsən. Qulaq asaq. Deyir ki, bir ailədə atanın aylıq əmək haqqı ananın əmək haqqından 400 manat çoxdur. Gəlin belə bir iş görək. Ata və ana. Ana x qədər maaş alırsa, ata x üstəgəl 400 maaş alır.
Ailə aylıq xərclərini təmin etmək üçün atanın əmək haqqının 70%-ni, ananın əmək haqqının 60%-ni istifadə etdikdən sonra 680 manat vəsait qalarsa, atanın aylıq əmək haqqını tapın. Uşaqlar, atanın maaşının neçə faizini xərcləyiblər? 70. Onda mən 100%-dən 70%-ni çıxıram. Nə yazıram? Yəni, maaşın 30%-i qalıbdır. Eyni məntiqlə ananın əmək haqqının 60%-ni istifadə ediblərsə, 60%, deməli 100%-dən 60%-i çıxıram. Qalır 40%. Tamam mı? Şimdi bundan sonra nə edərəm? X üstəgəl 400-ün, yəni atanın maaşının 30%-i üstə gəlinsin. X-in 40%-i, yəni ananın maaşının 40%-i bölünsün 100. Bərabər olmalıdır deyir nəyə? 680 manat. Bundan sonra bu sıfırlar gedər. Bu sıfırlarımız da gedər. Hamısını da 10-a vururam. Olur nə? 3x üstə gəlinsin 1200. Üstə gəlinsin 4x bərabərdir 6800. Buradan 7x bərabər oldu 5600. X-imiz özü oldu 800. Belə çıxır ki, bizdən atanı soruşurdu. Ata da x üstə gəl 400-dür. 800 üstə gəlinsin 400. Nə aldım aşağılar? 1200. Aydın oldu? Hə, o da olar. O da olar. Bəli.